The Wise Cat and the Wiser Mouse. It was a warehouse where the mice lived. One day a black cat wandered into it. What a good place for me to live in and feed on mice. I will pretend to be dead, thought the cat to himself and lay down on the ground. The younger mice surrounded him and began to shout, "Look, here is a dead cat." But an old mouse cautioned them, "Be careful, and cat has 9 lives." Then the old mouse climbed up a large bin where a sack of flour was kept. It was just above where the cat lay. The house cut open the sack and the flour poured out on the cat. Then there came a sneeze and a white cat came out of the flour. Tərcümə eləyək. The wise cat ağıllı pişik and the wiser mouse daha ağıllı siçan. It was a warehouse where the mice lived. Deyir bu zirzəmidə, warehouse zirzəmidə veya hardakı siçanlar yaşayırdı, orada olub. One day bir gün a black cat, qara pişik wandered into it. İçəridə dolaşırdı. İçəriyə, yəni girirdi. Oh, what a good place. Nə yaxşı yerdir for me, mənim üçün to live in, yaşamağa. And feed on mice və siçanlarla, yəni qidalanmağa, yeməyə. Yaxşı yerdir. I will pretend to be dead. I will pretend, yəni pretend yalandan özümü aparmaq demək. Yalandan özümü elə apararam ki, to be dead, yəni ölmüşəm. I will pretend to be dead, özümü yalandan ölülüyə vuraram mənasını verir. So düşündü the cat pişik to himself öz-özünə and lay down və uzandı on the ground torpaqda, yerdə. The younger mice, gənc balaca siçanlar, surrounded əhatəyə aldı him onu and began to shout və qışqırmağa başladılar. Look, bax, here is a dead cat. Orada ölü pişik var. But ama an old mouse, yaşlı siçan, cautioned them, onları xəbərdarlıq etdi. Be careful, ehtiyatlı olun. And a cat has 9 lives. Pişiyin 9 canı var. Then, sonra, the old mouse climbed up, yaşlı siçan climbed up, dırmaşdı, a large bin, büyük bin, zibil qabının üstünə. Where, hardakı, a sack of flour, bir meşox un was kept, saxlanılır. Bin burada qab mənasında da gedir uşaqlar. Burada qabın, böyük bir qabın üstünə hoppandı. Hardakı bir meşox un var. It was just above where the cat lay. It was o above, üzərində idi. Where, hardakı the cat lay, pişik uzanmışdı. Above, onun üzərində idi. The mouse, siçan, cut, kəsir. Open the sack, meşoğu açır. And the flour və un pour, tökülür, out. Onto the cat, onto üzərinə pişiyin. Then sonra there came a sneeze. Orada bir axsırmaq səsi gəlir. Sneeze, axsırmaq, came gəlmək, axsırmaq səsi gəlir. And the white cat və ağ pişik came out of the floor, döşəmədən qalxır. Yox, came out of the floor, yəni un tökülüb axı onun üstünə. Unun belə altından deyək də qalxır. Out of, yəni çıxır deməkdir. Un tökülüb pişiyin üstünə, o da oradan qalxır. Şəkildəki də əslində pişiyə yox, itə oxşuyur. Nəysə, sual cavabımızı eləyək. The mice lived, siçanlar yaşayırdı. The mice surrounded, siçanlar əhatəyə alır. Warehouse, zirzəmi. Feed on mice, siçanlarla qidalanmaq, siçan yemək. Pretend to be dead, özünü ölülüyə vurmaq. Mice surrounded, siçan əhatələyir. Began to shout, qışqırmağa başlayır. Dead cat, ölü pişik. Mouse cautioned, siçan xəbərdarlıq etdi.
Mouse climbed up. Sıçan dırmaşdı. Sack of flour. Bir meşox un. Above the cat. Pişiyin üzərində. Flour poured. Un belə süzülür. Came a sneeze. Aksırmaq səsi gəlir. Out of the flour. Unun içərisindən çıxır.